Ataların gözəl bir fikri var. Təmiz bir çevrə istəyirsənsə, öncə öz qapının önünü süpür. Çox təəssüf ki, son zamanlar kəndlərimizə gedərkən yollarda elə zibilliklərlə, elə üfunətlə qarşılaşırdıq ki, bunları sözlə ifadə edə bilmirdik. Məhz elə buna görə də çəkiliş qrupumuz bir neçə kənddən çəkdiyi görüntüləri elə şərhsiz, zadsız yayımlamağa başladı. Hətta heç kəndlərin adını da yazmayıb, bunu da o kəndə cavabdeh olan şəxslərin vicdanına buraxdıq. Gözlədik ki, onlar özləri bu işə əncam çəkəcək, doğma kəndlərinə qayğı ilə yanaşacaq, həmin zibillikləri təmizləyəcəklər. Amma və lakin görünür bu zibillik aidiyyəti şəxsləri o qədər də narahat etmədi. Nəhayət, rayon icra hakimiyyətinin müdaxiləsindən və müvafiq tapşırıqlarından sonra artıq nəinki çəkiliş etdiyimiz yerlərdə, bütövlükdə bütün kəndlərimizdə ciddi işlərə başlanılıb, iməcliklər keçirilir. Necə deyərlər, sağlamlığın rəhini olan təmizlik artıq bütün kəndlərimizdə genişləndirilir. Əlbəttə elə biz də bunu istəyirdik. Bugün Arazbar, Poladlı, Şərəfxanlı, Şənlik, Kəhrizli, Kürdlər, Şahsevən, Qaradolaq, Yuxarı Qiyaməddinli, Minaxorlu, Şahsevən Təzəkənd, Muğanlı və Qaravəlli kəndlərində aparılan iməcliklərin görüntülərini sizlərə təqdim edir və inanırıq ki, bu işlər sadəcə monitor xətrinə olmayacaq, kəndlərimiz hər zaman təmiz saxlanılacaqdır. Axı, təmizlik imandandır deyiblər. İmanınız hər zaman kamil olsun.